çox iş düşəcək. Görək Əkbər Məmmədov bu önəmli vacib sınaqdan üzü ağ çıxa biləcəkmi? Detrek Browning çox uzaqlardan 3. Detrek Browning meydanın mərkəzini çox sürətli keçdi. Browning, Kevin Allen dayandı. Vedri Meriç özü də bu mövzuya toxundu. Kubok onlar üçün o qədər də vacib deyildi və addımladı. Jamal Brentli bitirə bilmir, düzdür. Son hücumda uğursuz oynasa da Jamal Brentli, amma ümumilikdə onun oyuna girməyindən sonra Drix yaxın məsafədən top heç nəyə dəymədi. Airball. Bunun da şahidi olduq. Floterlə airball izlədik. Və Kevin Allen, Detrek Browning, 3 xallıq top. Detrek Browning girdi ortaya. Detrek Browning. Bu basketbol NTD üçün Oğuzxan Quliyev. Detrek Browning. Browning 2 xallıq atış. Komandanın uğurlu hücumlarından bəhs edir. Buyurun. Detrek Browning fikrimi tamamladı və timeout sonrası ikinci yarımfinal Gəncə və Naxçıvan arasında oynanılacaq. Detrek Browning içəriyə ötürmə. Kevin Allen. Browning. Əkbər Məmmədov da sol tərəfə göndərdi. Pərdəyə Galen Smith gəlmişdi, amma slip cut dediyimiz pərdələmə üslubundan istifadə etdi. Detrek Browning. Detrek üçün Əkbər Məmmədov yuxarı topu qəbul edib. Browning də oynadı. Detrek Browning. 15 asist NTD, 22 asist Neftçi. Və 2 üstə gərək onun rəhbərliyi altında çempion olub və MVP olmuşdu. Gürcüstan çempionatında. Bax bu basketbolçu əla ötürmə. Əkbər Məmmədov səbətin altında çox çətin bir basket. Neftçi bu oyunda top itkisinə yol verib. Van Tendrix Browningdən yaxşı müdafiə. 67-69 indi hesabı bərabərləşdirmək olar. Jamal Brentli döyüş gedir parketdə. Fikir verin. Tari Boykin yerə yıxılaraq topu ələ keçirdi. Detrek Browning bərabərləşdirir. İzləmə basketbolun aktivinə yazıldı. Detrek Browning. Browning adam dəyişdi. Neftçi müdafiədə Amil Əmziyevin yaxınlığından keçdi. Bir göz. Detrek Browning 2 nəfərin ortasından keçdi. Detrek Browning. Növbəti yaxşı həmlə Oğuzxan Quliyevdən müdafiədə. Afərin demək lazımdır basketbolçuya. Detrek Browning. Öz irəlir. Daha bir 3 xallıq. Eyni nöqtədən demək olar ki, bu dəfə top səbətə düşmür və Browning sürətlə irəliyərək məhz onun ötürməsindən sonra Forbes 3 xal qazana bilərdi. Amma atışı dəqiq deyil. Boykinin ötürməsi və Browning komandasını hesabda öne keçirir. Browning. Allen. Allen irəli. Məmmədov. Browning. Browning. Çox da fikir versəz NTD komandasını. Browning. Browning çatdı. Məmmədov. Browning. Və Boykindən 3 xallıq Şirzadov. Cəhətləri çoxalıb, hələ ki 12 xalla oynuyor. Və daha bir 3 xal Browning. Demədə səhv, Boykin irəliləyir. Boykin aldırıcı hərəkət, Quliyev. Browning 3